Demək olar Azərbaycanda %99 təhsil müqaviləsi bağlanmırlar. Kimlər bağlayır? Xaricdən ortaq bir iş görəcəklərsə xarici şirkətlərin tövsiyəsi ilə olur. Problem olduqdan sonra hüquqşünasa müraciət olunur. Müqavilələrə ay maliyyətçi, ay irtisal bu müqaviləni Google-dan indir, bir dənə onu bağlayaq tipində müqavilələr bağlayır. Hal-hazırda bizim icraatımızda elə bir sahibkar var ki, 700 minlik bir müqavilə bağlayıb və 700 minlik ona dırnaqarası atış gəlinib. Milyonlarla belə ziyana gedən sahibkarlarımız var ki, müqavilədə boş ver, müasib baxdı və yaxud da standart bir müqaviləni imzalamağın nəticəsində olur. Yəni müqavilə ekspertizə edilmədən imzalanır, şirkət analiz edilmədən imzalanır, girov məsələləri olmasa nə olacaq mövzularına girmədən imzalanır. Tək girək bu biznesi görək. Çox böyük risk götürür Azərbaycan sahibkarı. Çıxaram, amma bataram hissəsini biz gözümüzlə şahid oluruq. Böyük yıxımlardır. Bu da həm də Azərbaycan biznesinə ziyandır. Çünki onun işçiləri itirir. Bəzən adam o qədər mental olaraq çökür ki, aslında ayağa qalxa bilər və başqa biznes daha böyükdür, amma sırf o hala görə ümumiyyətlə biznesinə də çox böyük bir çöküşdən təsir doğan şey, tək pul itirməkdən deyil. Mən həmişə demişəm, hüquq həm sığortadır, həmçinin. Prosesi yaşayanda bilirsiniz ki, necə mental çöküş olur. Ona qədər deyirsiniz ki, riskdir də, bir ticarət zaten mən risklə qazanmışam deyirsiniz. Dövrlər nəzərə alınmır. 90-la 2000-ci illər bir deyil, 2000-2010-lar bir deyil, 2020 ümumiyyətlə pandemiya dövrü idi. 2030 bizi nə gözləyəcək bilmirik.